Bunu ye, sənə güc lazımdır. Bu axşam sənin üçün böyük bir mərasim hazırlamışam. Kəndin ağsaqqalları gələcək. Hamısı səni görmək istəyir. Axı sən bu evin yeni gəlinisən, dedi. Və özümü o iyrənc saxta gülümsəməsi ilə baxdı. Səkinə arvad çıxan kimi Gülnar dəhlizdə göründü. O, anasının getdiyini görüb cəld otağıma girdi. Üzü daha da ağarmışdı, gözləri qan çanağına dönmüşdü. Leyla, bu yeməyə toxunma. İçində ölü torpağı var. Onu yeyənlər bir daha bu evdən çıxa bilmirlər. İradələri anama tabe olur. Elşənə də ondan veriblər, deyə pıçıldadı. Gülnar məni qolumdan tutub dəhlizin sonundakı kiçik bir otağa apardı. Bura evin ən rütubətli hissəsi idi. Yerdəki xalçanın kənarı çəkdi və gizli bir qapağı açdı. Bura bax, dedi. Aşağıda kiçik bir sandıq var idi. Sandığı açanda içində onlarla paslı üzük, sırğa və qadın saatları gördüm. Hər birinin üzərində qan ləkələri var idi. Bunlar kimindir, deyə titrəyən səslə soruşdum.